İndi isə sadə və mürəkkəb ədədlərdən danışaq. Sadə ədədlər hansı ədədlərə deyilir? Yalnız birə və özünə bölünən ədədlərə deyilir. Yəni başqa böləni olmasın. Bu ədəd yalnız özünə bölünsün, bir də birə bölünsün. Belə ədədlərə sadə ədədlər deyilir. Məsələn 2, 3, 5, 7, 11, 13 və s. Gördüyünüz bu ədədlər yalnız özlərinə bölünür, bir də birə bölünür. Yəni 2 2-yə bölünür, bir də birə bölünür. Başqa böləni yoxdur. 3 3-ə bölünür, bir də birə bölünür. Başqa böləni yoxdur. 5 5-ə bölünür, birə bölünür. Başqa böləni yoxdur. 13 13-ə bölünür, birə bölünür. Başqa böləni yoxdur. Ona görə də belə ədədlərə deyilir sadə ədədlər. Bəs mürəkkəb ədədlər hansı ədədlərdir? 2-dən çox böləni olan ədədlərə deyilir. Yəni 1-ə bölünür, özünə bölünür. Bundan başqa ədədə də bölünür. Yəni 2-dən çox böləni var mürəkkəb ədədlərin. Məsələn 4. Baxın 4 bölənlərini yazıram. 1-ə bölünür, 2-yə bölünür, bir də özünə bölünür. 3 dənə böləni oldu. Bu mürəkkəb ədəddir. Sonra 6 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür. Görürsünüzmü? 2-dən çox böləni var. Yəni 1-ə və özünə bölünür. Bununla yanaşı 2-yə və 3-ə də bölünür. Ona görə də bu ədədlər mürəkkəb ədədlərdir. Başqa nümunələr də çəkə bilərik. Məsələn 15, 20, 25 və s. 2-dən çox böləni oldusa, bu ədədlər olacaq mürəkkəb ədədlər. Bəs yaxşı, 1 necə ədəddir? 1 nə sadədir, nə də mürəkkəb ədəddir. Bunu qarışdırmayın. Yadınızda qalsın ki, ədədlərdən yalnız 1 nə sadədir, nə də mürəkkəb ədəddir. İndi isə mürəkkəb ədədlərin sadə vuruqlara ayrılışına baxaq. Məsələn, götürək 24 ədədini. Gəlin bunu sadə vuruqlara ayıraq. Buradan yazacağam. Yenidən. 24 ən kiçik. Hansı sadə ədədə bölünür? 2-yə bölünür. 2-yə böləndə nə qalacaq? 12. 12 yenə 2-yə bölünür. 6 qalır. 6 yenə 2-yə bölünür. 3 qalır. 3 yenə 3-ə bölünür. 1 qalır. Bitdi. İndi burada bizim bölənlərimiz oldu. Sadə vuruqlarımız oldu. Bunlar. Deməli 24 nəyə bərabərdir? Baxın bu gördüklərinizin hasilinə. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 3. Yəni 24'ü biz parçaladıq, sadə vuruqların hasili şəklində göstərdik. İndi bunu daha qısa şəkildə necə yazırlar? Burada 2-dən neçə dənədir? 3 dənədir, düzdürmü? Ona görə də mən 2 üstündə 3 yazacağam. Vurulsun, 3-dən bir dənə olduğuna görə elə 3 olduğu kimi yazıram. Daha qısa şəkildə belə yazılır. Başqa bir ədədə baxaq. 120. Gəlin 120'ni sadə vuruqlara ayıraq. Aşağıdan yenidən yazıram. 120 ən kiçik. Hansı sadə ədədə bölünür? 2-yə bölünür. 2-yə böləndə 60. 60 yenə 2-yə bölünür. 30. 30 yenə 2-yə bölünür. 15. 15 3-ə bölünür. 5. 5 də 5-ə bölünür. 1. Uşaqlar, bəzən götürürlər 120'ni götürürlər məsələn 4'ə bölürlər. Xeyr, 4 sadə ədəd deyil. Yalnız buradakılar sadə ədədlər olmalıdır. Biz sadə vuruqların ayrılışı nədir? Bax, adından da göründüyü kimi yalnız sadə vuruqların hasil şəklində göstərməliyik. İndi 120 nəyə bərabər olacaq? Bu sadə vuruqların hasilinə. 2 vur 2 vur 2 vur 3 vur 5. İndi bunu qısa şəkildə yazaq. 2-dən 3 dənə olduğuna görə mən 2 üstündə 3 yazacağam. 3-dən bir dənədir. 3'ü yazıram. 5'dən də bir dənədir. 5 yazıram. Bunların üstünə 1 də yaza bilərsiniz. Fərqi yoxdur. İndi isə elə buradan. 120 ədədində bizdən soruşur sadə vuruqların sayı nə qədərdir? Müxtəlif sadə vuruqların sayı nə qədərdir? Sadə bölənlərinin sayı nə qədərdir? Müxtəlif sadə bölənlərin sayı nə qədərdir? Natural bölənlərin sayı nə qədərdir? Sonra tam bölənlərin sayını da soruşur bizdən. Elə bu nümunədə baxaq. Deməli bizdən soruşsa ki, sadə vuruqlarının sayı. Uşaqlar, sadə vuruqlarının sayı buradan da göründüyü kimi
Neçə dənə sadə vuruq var burada? 1, 2, 3, 4, 5 dənə sadə vuruq var. Yəni 120-nin sadə vuruqlarının sayı olacaq 5. Yazıram sadə vuruqlarının sayı bərabərdir 5. Bəs yaxşı, buradan baxmasaq, buradan baxsan nə edərik? Burada da üstlərini toplamaqla tapa bilərsiniz. Yəni 3 dənə 2 var, 1 dənə 3 var, 1 dənə 5 var. Bunları toplasaz 3, üstə gəl 1, üstə gəl 1. Neçə eləyir? 5 eləyir. Buradan da tapmaq olar. Sonra müxtəlif sadə vuruqlarının sayı soruşsa, müxtəlif sadə vuruqlarının sayı. Müxtəlif sadə vuruqlarının sayı deyəndə isə adından da göründüyü kimi müxtəlif, yəni hər sadə vuruqdan birini götürəcəyik. Məsələn, 2-dən bir dənəsini götürdüm. Bir dənə 3 götürdüm, bir dənə 5 götürdüm. Neçə dənə müxtəlif var? 3 dənə müxtəlif sadə vuruq var. Yəni 2 var burada, 3 var, 5 var. 3 dənə sadə vuruğu var. Buradan baxsaq, buradan elə bu altdakılarını götürürük. 1, 2, 3. Yəni 3 dənə müxtəlif sadə vuruğu var bunun. Burada yazırıq 3. Sonra sadə bölənlərinin sayı soruşsa, sadə bölənlərinin sayı. Bir də müxtəlif sadə bölənlərinin sayı. Müxtəlif sadə bölənlərinin sayı. Sadə bölənlərin sayı. 120 hansı sadə ədədlərə bölünür? 2-yə bölünür, 3-ə bölünür, bir də 5-ə bölünür. Baxın, müxtəlif sadə vuruqlar, sadə bölənlərinin sayı, müxtəlif sadə bölənlərinin sayı. Bunların da üçü eyni olur sayları. Yəni eynidir say. Burada 3 olacaq. Müxtəlif sadə bölənlərinin sayı da 3 olacaq. Bir dənə sadə vuruqların sayını istəyəndə qüvvətlərini toplayacaqsınız. Müxtəlif sadə vuruqlarının sayı, sadə bölənlərin sayı və yaxud müxtəlif sadə bölənlərin sayı dedikdə isə altdakı bu əsasların sayını bizdən nəzərdə tutur. Bunları götürəcəyik. Bir də natural bölənlərinin sayına baxaq. Bunları silim. Yerimiz azdır. Natural bölənlərinin sayı. Natural bölənlərinin sayı. Aha. Yəni 120 hansı ədədlərə bölünür? 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə, 5-ə. Bir-bir bunların sayını biz tapa bilmərik də, uzun gedəcək. Qısa yolu nədir uşaqlar? Baxın, sadə vuruqlara ayrılışında bu qüvvətlərinin hər birinin üzərinə 1 gəlib bir-birinə vuracaqsınız. Qısa yolu odur. Yəni qüvvətlərimiz nədir burada? 3, 1, 1. Bunların hər birinin üstünə 1 gəlirəm. 3-ün üstünə 1 gəlirəm, vur. Digər 1-in üstünə 1 gəlirəm, vur olsun. O biri 1-in üstünə 1 gəlirəm. Bu da bərabərdir. 3-ün üstünə 1 gələndə 4 edir. 1 üstə gəl 1, 2 edir. Digər də 2. Bunları da bir-birinə vursaq, eləyir 16. Deməli, 120-nin 16 dənə natural böləni var. Əgər tam bölənlərinin sayı soruşsa, tam bölənlər. Tam bölənlər, yəni bunların mənfisi də. 16 dənə natural böləni varsa, bir də bunların mənfiləri də var da. 16 müsbət naturaldır, 16-sı mənfidir. Toplasaq nə edir? 32 dənə. Yəni 32 dənə də tam bölənlərin sayı var. Elə bil ki, bu müsbətlərlə mənfilər ümumilikdə tam bölənlərinin sayı nəzərdə tutulur bizdən. Uşaqlar, indi isə danışırıq qarşılıqlı sadə ədədlərdən. Nədir bu qarşılıqlı sadə ədədlər? Deməli, ortaq böləni yalnız 1 olan ədədlərə deyilir. 2 dənə ədəd olsun, bunların ortaq böləni birdən başqa heç nə olmasın. Burada sadə sözü sizi qarışdırmasın. O demək deyil ki, yalnız bu ədədlər sadə ədədlər olmalı. Xeyr. Qarşılıqlı sadə ədədlər başqa bir anlayışdır. Yəni 2 dənə ədəd olur, onların ortaq böləni birdən başqa heç nə olmasın. 2 dənə ədəd götürək. Biri olsun 15, biri də olsun 8. Gəlin bunların bölənlərinə baxaq. 15-in bölənləri 1-ə bölünür, 3-ə bölünür, 5-ə bölünür, bir də 15-ə bölünür. 8-in bölənləri 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 8-ə bölünür. Hər ikisində ortaq vuruq nədir? Daha doğrusu ortaq bölən. Hər ikisinin ortaq böləni 1-dir. Onda belə çıxır ki, 15 ilə 8 qarşılıqlı sadə ədədlərdir. Yəni, ikisinin də ortaq böləni yoxdur. Birdən başqa bir ədəd yoxdur. Ona görə biz bu ədədlərə deyəcəyik, bunlar qarşılıqlı sadə ədədlərdir. Başqa ədədlər götürək.
olsun 9, digər də olsun 24. Gəlin bunların bölənlərinə baxaq. 9 1-ə bölünür, 3-ə bölünür, bir də 9-a bölünür. 24 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə, sonra 6-ya bölünür, 8-ə bölünür, 12-yə bölünür, bir də 24-ə bölünür. Baxaq ortaq bölənləri. Hər ikisində 1 var. Aha, tamam. Bir də 3 var. Burada artıq birdən əlavə başqa bölən də oldu, ortaq 3. Ona görə də biz bunlara deyəcəyik ki, bunlar qarşılıqlı sadə deyil. Deməli, bu qarşılıqlı sadədir, amma bu qarşılıqlı sadə ədədlər deyil. 9 ilə 24 qarşılıqlı sadə ədədlər deyillər. Bir də uşaqlar, yadınızda saxlayın ki, ixtiyari 2 natural ədəd həmişə qarşılıqlı sadə olur. Məsələn, 5-dən 6 götürürəm. Bunlar ikisi də ardıcıldır da, ardıcıl natural ədəddir. Qarşılıqlı sadədir həm də. Çünki baxın, 5-in bölənləri nədir? 1-ə bölünür, bir də 5-ə bölünür. 6 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 6-ya bölünür. Hər ikisində ortaq bölən nədir? 1-dir. 1-dən başqa yoxdur ki. Deməli, qarşılıqlı sadədir. Sonra məsələn, 9 ilə 10 götürün. Bunlar da ardıcıldır da, qarşılıqlı sadədir bunlar həm də. Sonra 100 ilə 101 götürün. Bunlar da ardıcıldır. Deməli, bunlar da qarşılıqlı sadədir. Yəni, ortaq böləni yoxdur birdən başqa. Əgər ardıcıl ədəd gördünüzsə, bilin ki, bunlar qarşılıqlı sadə olur. Bir də ardıcıl 2 tək natural ədəd. Onlar da qarşılıqlı sadə olur. Məsələn, 7, 7-dən sonra tək nə gəlir? 9 gəlir. Ardıcıl tək ədədlərdir bunlar. Bunlar da qarşılıqlı sadədir. Çünki ortaq bölənləri yalnız 1-dir. Sonra 99 ilə 101. Bunlar ardıcıldırmı? Ardıcıldır. Deməli, bunlar da qarşılıqlı sadə olacaq. Deməli, ardıcıl ədədlər qarşılıqlı sadə olur. Bir də ardıcıl tək ədədlər qarşılıqlı sadə olur. İndi isə danışırıq əbobdan. Nədir bu əbob? Açılışını yazmışam. Ən böyük ortaq bölən deməkdir. İlk öncə mən birinci belə izah edeyim. Sonra sizə klassik yolu ilə izah edəcəm. 2 dənə bir ədəd götürək. İxtiyari bir ədəd götürürəm. Olsun, biri olsun 8, biri də olsun 12. 8-in bölənlərini yazıram. 8 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, bir də 8-ə bölünür. 12 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə, 6-ya, bir də özünə bölünür. Deyir ki, bunların əbobunu tap. 8 ilə 12-nin əbobunu tap. Özü əbob belə yazılır. Əbob 8, 12. 8 ilə 12-nin əbobunu tapırıq. İndi belə necə tapacaq? Ortaq olanları dairəyə alaq. Hər ikisində 1 var. Hər ikisində 2 var. Hər ikisində 4 var. Əla. Bizdən nə istəyəcək? Ən böyük ortaq bölən. Bölənlərin yazdım. Ortaqlarını da dairəyə aldım. İndi burada ən böyük hansı oldu? 4. Təbii ki də ortaq bölənlərimiz 1, 2, 4 oldu. Ən böyüyünü istəyir bizdən 4. Ən kiçiyini istəməz. Ən kiçiyi 1-dir. Bütün ədədlərin ən kiçiyi ortaq böləni onsuz da 1-dir. Bunu bizdən heç vaxt istəməzlər. Ona görə də ortaq bölənlərin böyüyünü istəyirlər bizdən. Onu da tapdıq 4. Deməli 8 ilə 12-nin ən böyük ortaq böləni 4. Yəni 8-də 4-ə bölünür, 12-də 4-ə bölünür. Yəni bunların bölənləri arasında, ortaq bölənləri arasında ən böyüyü 4-dür. İndi klassik qaydada izah eləyək bunu. 4-ü silirəm. Necə tapılır əbob? İlk öncə 8 ilə 12-ni sadə vuruqlara ayırırıq. İndi bu kiçik ədədlərdir. Bunu məsəl üçün bayaq yazdığım üsulla da yaza bilərsən, amma böyük ədədlər olanda o şəkildə yazmayın. Klassik yolu belədir. 8 2-yə bölünür, 4. 4 2-yə bölünür, 2. 2 2-yə bölünür, 1. 12-ni ayıraq. 2-yə bölünür, 6. 2-yə bölünür, 3. 3-ə bölünür, 1. Hər ikisində ortaq olanları dairəyə alıram. Burada da 2 var, burada da 2 var. Sonra burada yenə 2 var, burada da 2 var. Ortaq olanları dairəyə aldım. Yalnız birini götürün. Ya bunu çıxın, bunu götürün.
ya da o birisini götürün. Yoxsa burada götürüb bütün daireyə aldıqlarınızı bir-birinə vurmayın. Ha. Bir dənə ədədi götürün. Həmin ədəddə daireyə aldıqlarınızı bir-birinə vurun. Eynidir də onsuz da. İndi daireyə aldıqlarım nələrdir? 2 ilə 2. Bunları bir-birinə vurdum. Alındı 4. Bayaqda tapmışdıq 4. Başqasına baxaq. Ədədlərimiz olsun 100 və 120. 100'ü ayıraq vuruqlara. 100 2'ye bölünür 50. 2'ye bölünür 25. 25 5'e bölünür 5. 5 5'e bölünür 1. 120'ni ayıraq. 120 2'ye bölünür 60. 2'ye bölünür 30. 2'ye bölünür 15. 15 3'e bölünür 5. 5 de 5'e bölünür 1. Ortaq olanları dairəyə alaq. Hər ikisində 2 var. Yenə 2 var. Başqa nə var? Hər ikisində 5 var. Aha. Dairəyə aldıqlarımız hansılar oldu? Bunları bir-birinə vuraq. 2 vur. 2 vur 5. Bu da eləyəcək 20. Yəni bunların ən böyük ortaq böləni 20. Doğrudan da 100 də 20'ye bölünür. 120 də 20'ye bölünür. Yəni 20'dən böyük ortaq böləni yoxdur bunların. Növbəti əkob barədə danışırıq. Əkobun açılışı ən kiçik ortaq bölünlə. Gəlin baxaq. Bayaqki ədədləri götürək. 8 ilə 12. 8'in bölünənləri hansılar? Yəni hansı ədədlər 8'ə bölünür? Elə 8'in özündən başlayır. 8'dir. 8'dən sonra 16, 8 8 artır. 24, sonra 32, 40, 48, 56 və s. Hamısını da burada yazmayacağım. Sonsuzdur bölünənlər bilirik ki. 12'nin bölünənlərinə baxaq. 12, 24, 36, 12 12 artır bu da. 48, 60 və s. Bu da sonsuza doğru gedir. İndi ortaq olanları dairəyə alaq. Hər ikisində nə görürəm? 24 görürəm. 48 görürəm. Bir də bu tərəflərdə də olacaq da ortaqlar. Da onların hamısını yazmırıq. Mümkün deyil bu. Sonsuzdur çünki. Yəni ortaqlar bu tərəflərdə də olacaq. Sonlarda da olacaq. Bizdən ona görə buradan ən kiçiyini istəyir uşaqlar. Heç vaxt ən böyüyünü istəməz. Ən böyük ortaq bölünən istəməz. Çünki onu biz tapa bilmərik, yaxud sonsuza doğru gedir. Ona görə də ən kiçik ortaq bölünən. Bölünənlərdən ən kiçik hansıdır? 24. 24'dən kiçik görürük biz burada? Yox. Ən kiçik 24. Deməli, 8 ilə 12'nin əkobu olacaq 24. Bunu klassik yolla həlli necədir? Yenə 8 ilə 12'ni buruqlara ayırırıq. 8, 12. Ayıraq. 8 2'ye bölünür 4. 4 2'ye bölünür 2. 2 2'ye bölünür 1. 12 2'ye bölünür 6. 2'ye bölünür 3. 3'e bölünür 1. Buradan 24'ü silək. Burada nə edəcəyik uşaqlar? Baxıram vuruqlara. Burada da 2'lər var, burada da 2'lər var. Ən çox hansındadır 2'lər? Buradadır, düzdürmü? Bunları götürəcəm. Ən çox hansındadırsa onları götürürsünüz. Yazdım. 2 vur, 2 vur, 2. Da 2'lerin üstünə xətt çəkirəm ki, qarışdırmayaq. Da 2'ləri götürdük. İndi 3'ə baxaq. 3 elə bir dənə buradadır. Ona görə bir dənə bunu götürəcəm. Başqa 3 yoxdur axı. Başqa şansımız da yoxdur. İndi bunları da bir-birinə vursaq 24 eləyəcək. Bu uşaqlar, bu yolu bilməyiniz vacibdir. Başqa yolunda deyəcəm. Amma o 3 dənəlik, 4 dənəlik olan ədədlərdə tapmaq olmur. Bunu, bax bu yolu bütün ədədlərdə, yəni sayı nə qədər olursa olsun tapa bilərsiniz. Məsələn, burada 2 dənə ədəd vermişəm də 3 dənə ədəd də verə bilər. Məsələn, 8 12 tutaq ki, 36 verərdi. 3 dənə ədəd verərdi. Bu şəkildə tapırsınız. Amma 2 dənəlik olanın başqa bir yolu da var. Necə tapacaqsınız başqa yolla? Yəni hər ikisində bunları silim. Bunu da silim. 2 dənə olarsa əgər
bu üsulla da tapa bilərsiniz. Çox vaxt 2 dənə verirlər əkobu tapmaq üçün. Bu üsulla da tapa bilərsiniz. Yenə hər ikisində ortaq olanlarını dairəyə alıram. Hər ikisində 2 var. Yenə 2 var. Aha. İxtiyari bir ədədi götür. Fərq yoxdur. Ya 8-i götürün, ya 12-ni götürün. Amma 12-ni götürməyimiz daha rahat hesablayarıq. Çalışın ki, ən böyüyünü götürün. 12-ni götürdüm. 12-ni götürdüm da 12-yə baxmıram. 12-ni buradan silirəm. Da 12-yə baxmıram. 8-də nəyi dairəyə almamışam burada? 2-yə dairəyə almamışam da 2-ni yazacağım bura. Oldu 24. Başqa bir nümunəyə baxaq. Yenə hər iki üsuldan izah eləyəcəm. Olsun əkob. Yenə 100 ilə 120 olsun. Birinci yolla da tapacaq, ikinci yolla da tapacaq. Yenə 100-ü uruqlara ayıram. 2-yə bölünür 50, 2-yə bölünür 25, 5-ə bölünür 5, 5-ə bölünür 1. 120-ni də ayıraq. 2-yə bölünür 60, 2-yə bölünür 30, 2-yə bölünür 15, 15 3-ə bölünür 5, 5 5-ə bölünür 1. Deməli, baxaq, hansında 2-lər çoxdur? Məsələn, burada 2 dənə 2 var, burada 3 dənə 2 var. Hansında çoxdur? Burada çoxdur. Buradakı 2-ləri götürəcəm. 2 vur, 2 vur, 2. 2-lərin üstündən xətt çəkim ki, qarışdırmayaq. İndi baxaq, hansında 3 var? Elə bir dənə burada 3 var da, burada 3 yoxdur. Ona görə elə bir dənə bu 3-ü götürəcəm. 3-ün də üstündən xətt çəkirəm. 5-lərə baxaq. Burada 2 dənə 5 var. Bunda bir dənə 5. Hansında çoxdur? Bundakı daha çoxdur da. Çox olanı götürürük biz. 5-ləri, 2 dənə 5-i götürdüm. Bunları da bir-birinə vursaq 600 eləyəcək. Deməli 100 ilə 120-nin əkobu 600-dür. Digər üsulla da tapaq. İkinci üsul. Rəngləyəcəm. Qarışmasın. Ortaq olanları rəngləyirəm. Hər ikisində 2 var. Hər ikisində yenə 2 var. Sonra hər ikisində 5 var. Bunu da silək. Ortaq olanları rənglədim. İndi 100, 120. Hansını götürürsünüz götürün. Fərqi yoxdur. Amma böyük götürməyiniz məsləhətlidir. 120-ni götürdüm. Da 120-ni götürdüm da 120-yə baxmıram. Silirəm bu 120-ni burada. Beynimizi qarışdırmasın. 120-yə baxmıram. Digərində hansını rəngləməmişəm? 5-i rəngləməmişəm də bu 5-i yazıram bura. 120-ni də 5-ə vuranda neçə edir? 600 edir. Bu da ikinci üsul. Hansı yolsa rahatsa o yolla istifadə edə bilərsiniz. Amma yenə də deyirəm, əgər burada 3 dənə ədəd versəydi, birinci yolla etməyiniz məsləhətlidir. Yəni o ikinci yolla tapmaq biraz çətindir. Gərək bu birinci yolla tapasınız, əgər 3 dənə ədəd verilsə. İndi isə uşaqlar, əbov və əkobla bağlı bəzi düsturlara baxaq. İlk öncə mən ortaq olmayan sadə vuruqların hasili barədə danışım. Ortaq olmayan sadə vuruqların hasili nədir? Məsələn, 2 dənə ədəd götürək. 8 ilə olsun. 8 olmasın da başqa ədəd olsun. 9 ilə 15 olsun. 9-u sadə vuruqlara ayıraq. 3-ə bölünür 3, 3-ə bölünür 1. 15-də sadə vuruqlara ayıraq. 3-ə bölünür 5. Nə gözəl yazdım, ay Allah. 5 də 5-ə bölünür 1. Ortaq olanlar hər ikisində 3-dür. Üstlərinə xətt çəkirəm. Ortaq olmayanlar hansılar oldu? 3 ilə 5. Bunlar ortaq deyil də. Aha. Deməli, özdə ortaq olmayan sadə vuruqların hasilini C hərfi ilə işarə edilir. Deməli, C bərabərdir 3 vurulsun 5. Bu da eləyir 15. Yəni, ortaq olmayanla hasili dedikdə, ortaq olanları çıxırsınız. Hər ikisində 3 var. Bunlara çıxdıq. Yerdə nə qaldı? Bu 3 ilə 5. Bunlar ortaq deyil. Bunların hasili eləyir 15. Onu da C hərfi ilə işarə edilir. Ortaq olmayan sadə vuruqların hasili C hərfi ilə işarə olunur. Aha, bunu bildik. İndi keçək düsturlarımıza. Birinci, əbov K vurulsun A, K vurulsun B. Uşaqlar, əgər hər bir ədəddə
eyni vuruq varsa, bu K'lar ortaqdır da hər ikisində. Bu K'ları siz çölə çıxarda bilərsiniz. K'nı çölə çıxartdım. K vurulsun. Əbobun çölünə çıxartdım. İçəridə nə qalacaq? Da bu K'ları çölə çıxartmışam da üstünə xətt çəkirəm. İçəridə qalacaq A, B. Əkobda da eynidir. Yəni burada da əkobun yazmıram. Əkobda da eyni qayda mövcuddur. Buna yəni misal baxaq buna aid. Əbob məsələn 8 ilə 24. Hər ikisində ortaq vuruq nədir? 8-dirmi? Gəl bunu belə yazaq da, daha rahat görməyiniz üçün. Əbob 8-i yazıram, 8 vurulsun 1 kimi. 24-də yazıram, 8 vurulsun 3 kimi. Parçaladım. İndi ortaq vuruğu görmək rahatdır. Hər ikisində ortaq vuruq 8 görür. Bu 8-i çölə çıxarda bilərsiniz. 8-i çölə çıxardırsınız. 8 vurulsun əbob. İçəridə nə qalacaq? 8-ləri çıxdıq. 1 ilə 3 qalacaq. 1 ilə 3-ün də əbobunu tapmaq rahatdır da. 1 ilə 3-ün əbobu elə 3 eləyir. Çünki bunlar qarşılıqlı ifadə edilər. Birazdan deyəcəm, qarşılıqlı ifadə edilən əbobu nəyə bərabər olur, əkobu nəyə bərabər olur. Yəni bunların əbobu 3 eləyir elə. Bu 3-ü də 8-ə vursaq, cavabımız olacaq 24. Yəni deyirəm, bu əkoba da aiddir da, əkob versiyasını yazmıram. İkinci, əbob A, B vurulsun əkob. Bu da vacib düsturlardan biridir. Çox da çətin düsturlar deyil bunlar. Əgər uşaqlar görsəniz ki, eyni ədədin əbobu ilə əkobunun hasilini istəyir bizdən. Demək ki, bu ədədlərin hasili olacaq. Yəni, A vurulsun B. Məsələn, əbob 10 ilə 12 verib bizə. Vurulsun əkob 10, 12. Daha uşaqlar, burada özünüzü əziyyətə verib, bir dəfə əbobu, sonra əkobu tapıb, bunları bir-birinə vurmayacaqsınız. Uzun gedəcək. Elə bunu bizə qısa şəklində düsturun verib. Əgər belə verilibsə, eyni ədədlər olarsa, ya məsəl üçün burada 10 ilə 15 olsa, xeyr, bunu eləyə bilmərik. Eyni ədədlər olmalıdır. Və bunların əbobla əkobunun hasili olmalıdır. Neyəcəyik? Sadəcə bu ədədləri bir-birinə vuracaqsınız. 10 vur 12. Bu da eləyir 120. Əziyyətdən qurtulduq. Yəni, əgər bu düsturu bilməsəydik, gərək birinci bu əbobu tapardıq, sonra bu əkobu tapardıq ayrı-ayrıqda, sonra da bunları bir-birinə vurardıq. Uzun məsələdir. Qısa yolu nədir? Bir-birinə vurun, geçsin. Üçüncü düsturumuz. Əgər əkob AB bölünsün əbob AB olarsa, bu bizə nəyi verir? Yenə də bizi əziyyətdən qurtarıblar. Bunda sadə bizə düsturun veriblər. Əgər əkobu əboba bölüblərsə uşaqlar, bu bizə C-ni verir. C-ni bayaqları dedik. C nə idi? Ortaq olmayan sadə vuruqların hasili idi. Yəni, əgər əkobu əboba bölüblərsə, bu bizə verəcək ki, ortaq olmayan sadə vuruqların hasilinə bərabərdir. Gəlin, buna aid bir misala baxaq. Əkob 15, 24 bölünsün əbob 15, 24. Deyir, bunu tapın. İndi mən ayrı-ayrıqda əkobu ayrıca tapım, əbobu ayrıca tapım, bunları bir-birinə bölməyəcəm. Gəlin, bunları sadə vuruqlara ayıraq. Buradan yazacağım. 15 ilə 24-ü sadə vuruqlara ayıram. 15 3-ə bölünür 5. 5 5-ə bölünür 1. 24 2-yə bölünür 12. 2-yə bölünür 6. 2-yə bölünür 3. 3-ə bölünür 1. Ortaq olanlar hansılardır? Hər ikisində ortaq olan 3-dür. Başqa da heç nə yoxdur. Ortaq olanlar bunlardır. Bunları çıxıram. Bizə ortaq olmayanlar lazımdır. Çünki dedik axı bu C-yə bərabərdir. C nə idi? Ortaq olmayan sadə vuruqların hasili. Ortaq olmayanlar hansılardır? Yaşlı rəngdə eləyəcəm. 5, 2, 2, 2. Bunları bir-birinə vuracam. 5 vur, 2 vur, 2 vur, 2. Bu da eləyəcək 40. Deməli, əkobu əboba bölərlərsə,
Bərabər eləyirsiniz ortaq olmayan sadə vuruqların hasilinə. Bu da elədi 40. Növbəti düsturumuz, əgər əbobun kvadratını veriblərsə, əbobun kvadratı AB. Bu bərabərdir uşaqlar. A vurulsun B, yəni bu öz ədədləri bölünsün C-yə. C-də nə idi? Ortaq olmayan sadə vuruqların hasili. Sonra 5-ci, əkobun kvadratını veriblərsə, əkobun kvadratı isə bərabərdir A vur B, yəni buradakı ədədlərimiz, bir də vurulsun C, ortaq olmayan sadə vuruqların hasili. Buna aid bir misala baxaq. Test toplusuna səhifə 8-də 16-cı sualdır bu. NATO ədədlər mövzusundan. Deməli, deyir ki, A və B ədədlərinin hasili 72 mindir. Yazaq, A vurulsun B bərabərdir 72 minə. Ortaq olmayan sadə vuruqlarının hasili də 20-dir, yəni C. C də bərabərdir 20-yə. Deyir, əkobu tapın. Bayaqlara düsturda nə yazmışdıq? Əkobun kvadratı AB bərabərdir A vur B vur C. Gəlin bunları qoyaq yerinə. A ilə B-nin hasilini verib bizə 72 mindir. Aşağıdan yazım. 72 min. Vurulsun. C-ni də verib 20-dir. Bunu da vursaq, eləyəcək 144, yanında da 4 dənə 0. Aha. Əkobun kvadratı buna bərabərdirsə, əkobun özünü bizdən istəyir də. Belə yazaq. Bu nəyin kvadratıdır ümumiyyətlə? 144 nəyin kvadratıdır? 12-nin kvadratıdır. Deməli, bunu belə yazacaq. Deməli, əkobun kvadratı AB bərabərdir. Deməli, bu da 1200-ün kvadratıdır uşaqlar. 1200-ü 1200-ə vuranda yuxarıdakı eləyir. Əkobun kvadratı 1200-ün kvadratına bərabərdirsə, demək ki, əkobumuz 1200 imiş. Əkob AB bərabərdir 1200-ə. Bizdən əkobu istəyirdi, tapdıq 1200. Doğru cavab A bəndidir. Növbəti düsturumuz 6-cı olur. Digərləri silindi. 6-cı. Əgər A və B qarşılıqlı sadə ədəd olarsa, A ilə B deyir ki, qarşılıqlı sadədir. Qarşılıqlı sadə. O zaman nə baş verəcək? O zaman əbob AB bərabər olacaq 1-ə. Gəlin görək doğrudanmı belədirmi? İxtiyari ədədlər götürürəm, qarşılıqlı sadə ədədlər. Məsələn, neçə götürək? Olsun 7 ilə 8. Bunlar qarşılıqlı sadə ədədlərdir də. Gəlin bunları vuruqlara ayıraq. 7-ni vuruqlara ayırsam, 7 7-yə bölünür 1. 8-i vuruqlara ayırsam, 8 2-yə bölünür 4. 2-yə bölünür 2. 2-yə bölünür 1. Burada ortaq vuruq görürük biz? Yoxdur. Demək ki, bunların ortaq vuruğu 1 olacaq. Yəni, ən böyük ortaq bölən. Əbob nə deməkdir? Bölən deməkdir. 7 ilə 8-in böləni yalnız 1-dir də. Ortaq böləni 1-dən başqa heç nə deyil ki. Biz bilirik ki, qarşılıqlı sadə ədədlərin ortaq böləni yalnız 1 olur. Bunların ortaq böləni yalnız 1-dir. Onda bunların əbobu 1-ə bərabər olacaq. Yəni, bir də siz vuruqlara, sadə vuruqlara ayırmayacaqsınız. Məsələn, verib bizə 120 ilə 121. İndi siz bunları sadə vuruqlara ayırmayacaqsınız ki, 120-dən 120-yə görə. Eləyə bilərsiniz, heç bir problem yoxdur, əgər yadınızdan çıxıbsa. Amma sizin yadınızda qalmalıdır ki, əgər qarşılıqlı sadə ədədlərdirsə, bunlar qarşılıqlı sadə ədəd, düzdürmü? 120-dən 121 ardıcıldır çünki. Bunların əbobu 1-ə bərabər olacaq. Bəs yaxşı, əkob nəyə bərabər olur? Əkob. Əkob isə elə bu ədədlərin hasilinə bərabər olacaq. Əgər bunlar qarşılıqlı sadədirsə. Məsələn, baxaq bir dənə nümunəyə. Əkob 6 ilə olsun 7. 6-nı vuruqlara ayıram. 2-yə bölünür 3. 3-ə bölünür 1. 7-ni vuruqlara ayıraq. 7-yə bölünür 1.
Əkobda nə edirdik? İndi burada ortaq olmadığına görə böyüyün götürürəm. Böyüyü 7-dir. 7-ni götürürəm. 7-ni götürdüm da 7-ni silirəm buradan. 7-yə baxmayacağım. Burada daireyə almadıqlarım hansılardır? Burada heç bir dairə almayıb. 2 ilə 3. Vururam 2-yə, vururam 3-ə. Neçə elədi? 7-ni 6-ya vuranda eləyir 42. Aha. Biz bilməliyik ki, elə burada bir-birinə vuracaq da 6-nı 7-yə vuracaq. Elə burada 7-dir, bu 7-dir, bu da 6-dır da. Elə bir-birinə vurmuşuq biz də. Yəni 6-nı 7-yə vursun, cavab eləyir 42. Məsələn, başqa götürək. 6-dan yapışmışam mən də. Olsun 10-dan 11. Bunlar qarşılıqlı sadə ədədlərdirmi? Bəli. Bunların əkobunu istəsə bizdən elə 10 vurulsun 11-ə bərabərdir. Yəni 110. Bu da belə. Bunları silməyim. Qalsın. Növbəti 7-ci düsturumuz. 7-ci düsturda nə deyir? Əgər A ədədi B-yə bölünürsə, A deyir B-yə bölünür. B-yə bölünürsə, o zaman əbob AB. Əbob bərabər olacaq B-yə. Yəni A burada bölünəndir, B böləndir. Əbob bölənə bərabər olur. Əbobun açılışı nə idi? Ən böyük ortaq bölən. Buradan da yadda saxlaya bilərsiniz. Bölənə bərabər olur. Məsələn, əbob verir bizə əbob 8-dən 16. Uşaqlar, burada 16 8-ə bölünür də, düzdürmü? Burada bölən hansıdır? 8-dir. Əbob burada 8-ə bərabər olur. Doğrudan da görək belədirmi? 8-i vuruqlara ayıraq, 16-nı vuruqlara ayıraq. 8 2-yə bölünür 4. 2-yə bölünür 2, 2-yə bölünür 1. 16 2-yə bölünür 8. 2-yə bölünür 4. 2-yə bölünür 2, 2-yə bölünür 1. Yer çatmadı. Ortaqlarımız 2-lər, yenə 2-lər, yenə 2-lər. Əkobda nə edirdik? Ortaq olanları bir-birinə vururduq. Bunların üçünü də bir-birinə vursaq neçə eləyir? 8 eləyirmi? Eləyir. Yəni, əbob nə idi? Ən böyük ortaq bölən. Hər ikisi ən böyük hansı ədədə bölünür? 8-ə bölünür də, doğrudan da. Aha. Ona görə deyirik ki, əgər A B-yə bölünürsə, o zaman əbob nəyə bərabər olacaq? Bölənə bərabər olur. Bəs yaxşı, əkob nəyə bərabər olur? Əkob. Əkob isə bölünənə bərabər olacaq. A, burada bölünəndir də. Əkobun açılışı nə idi? Ən kiçik ortaq bölünən. Bölünənimiz nədir burada? A-dır. Bayaqçına baxaq, bayaqki ədədlərə. Əkob 8, 16. Doğrudan da uşaqlar 8-dən 16-nın əkobu elə 16 eləyəcək. Yəni bölünən. Burada 16 8-ə bölünmür, bölünür. Bölünənimiz 16-dır da. Əkob elə 16-ya bərabər olacaq. Belə, dərsimiz bu qədər uşaqlar. Ümidvaram ki, dərsi tam başa düşə bildiniz. Əgər başa düşmədiyiniz hissələr olarsa, mütləq şərh bölməsinə yazın. Mən də yenidən izah etməyə çalışaram. Sağ olun.